Hər vaxtınız xeyir olsun. Bugün mən 2023-cü il test toplusu, yəni biologiya test toplusu energetik və plastik mübadilə bölməsindən 185-ci sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, energetik mübadilənin oksigenli mərhələsində 3168 qram karbon qazı əmələ gəlmişdirsə, bu zaman neçə qram süd turşusu parçalanmışdır? Əvvəlcə mən oksigenli mərhələnin tənliyini yazmaq istəyirəm. Demək, tənliyə görə 2 mol süd turşusu, yəni karbon 3, H6O3, üzərinə gəlirəm 36 mol ADEV, 36 mol H3PO4 və 6 mol oksigen alınır. 6 mol karbon qazı, 42 mol su, 36 mol ATEV və 2600 kilojoule enerji. Demək, məsələ şərtində yəni bizdən istəyir ki 2168 qram karbon qazı əmələ gəlmişsə, nə qədər süd turşusu parçalanmışdır. Baxırıq, karbon qazı 6 mol karbon qazı əmələ gəlir və bu karbon qazının demək 1 molunun kütləsi 44'dür. 6 vuraq 44 bərabərdir 264 olur. Və bu zaman 2 mol süd turşusu sərf olunur ki, 2 mol süd turşusunun kütləsi 180 qrama bərabər olur. Onda mən tənasüb qururam. 264 qram karbon qazı əmələ gəldiyi zaman 180 qram süd turşusu parçalanmışdır. Bəs 3168 qram karbon qazı əmələ gələrsə, nə qədər süd turşusu parçalanır? Tənasübü həll edirik. Doğru cavabımız olur 2160. Yəni doğru cavabımız 2160 olur.